Ramazan ayının sonu fərəh hissi, xoşbəxt ola fitrə zəkatlarımızı çıxardırıq. Görmüsünüz, fitrə zəkatın bayramdan bir gün, 2 gün qabaq aparıb kasıblara verəndə, ehtiyac sahiblərinə verəndə, hələ onlardan qabaq biz necə sevindik? Üzərindən məsuliyyət götürülmür. Rahatlaşırıq, elə deyilmi? Çünki məsuliyyətdir, dərk edirsən, hesablayırsan, ailədə 5 nəfərik, 15 kilo mənim boynumda fitrə zəkatı var, nələrdən alım, 3 kilo nə alım, 3 kilo nə alım, 6 kilo nə alım, 6 kilo fikirləşirsən, boynunda məsuliyyət var. Bu da imandandır. Və sonra tarazi bir yerə toplayıb bu ərzaq məhsullarını aparıb verəndə ehtiyac sahiblərinə, inanın, hələm onun sevinməyinə gəlmirəm. Biz necə sevindik ki, şükür Allaha bu ibadəti etdim mən. Və sonra o kasıbın sevinməsi. Rasul sallallahu aleyhi və səlləm buyurdu, fitrə zəkatı ona görə var ki, oruclunun Ramazan ayında etmiş olduğu təqsirlər və günahlar bağışlansın, ac yalavac sevinib, doysun, bir də hamı eyni gün yaxşı bayram keçirdə bilsin.